Herkese selamlar dostlar. Bugün Car Simulator 2'ye devam ediyoruz. Bugün dostlar Car Simulator 2'de karşımızdaki bu Petrik'i biraz dostlar yığdıracaq. Həmçinin yaxşı Petrik'e çevirəcək, amma biraz maşının iştirak edəcək belli ki. Nə olacaqdısaz? Bunu biraz ben əvvəlki eləmək istəmirəm, amma biraz çallaşacağım yəni elədiyimi. Maşını yığdırmadan önce ilk açıp baxacağım, burada bir polis maşını var. Aha, polis maşını çıxdı. İndi bir dənə aparaq. Polis maşını aparaq verək. Sonra ardından maşını yığdıraq. Bu arada burada elə yağış yağır ki, işin nədən basıb bir məktəbə də gedəmirəm hər halda. O kimi bir gün var ha. Bunu verdikdən sonra maşınımızı daha sahib çıxacaq. Onu bəlkə ofedə də götürə bilərəm ha mən. Oldu. Maşını bura tapşırdıq. Maşın görsün ötə yavaşdır. Yığdaq ki, bundan yavaş olmasın bizdə. Bir dənə rəngini qoyum sonra. Rəngini qoyandan sonra başlayacağım. Tam sarı elədik. İndi bir dənə buna pəncərəsi ilə qaraldaq. Pəncərəsi də oldu bizim üçün. Sarı bununla görə yaxşı oldu amma. Bir şey taxmaq yaddan çıxdı. Buna şey də taxsıydıq biz. Danıma burasına bayaq da qoyasıydıq. Tamamdır. Əvvəlki mavirəcindən qat-qat dəyişdi. İndi başına daha sonra mən bu üstünə bir şey də qoyacağım, əşya da qoyacağım amma əlbəttə ki, biraz işləyək. Hansını qoysaq deyə düşünürəm, amma mən da olar. Baxaraq ki, biraz indi yığdıraq. Şu maşın da zəifdir. $21.000 pul deyildi ya, biraz da bahalaşdırır, yığdırma, yük satmaları da bahalaşdırırdı bu. Şimdi başına bu taxdıraq, hansını taxdıraq bu dəfə? Baba ən hündürünü taxırıq.
Şimdi buradan çıxaq. İşimi də həll elədim. Nömrəsini qoyaq. Sana ya nömrəsini işə qoymayaq. Çox ələklik oldu. Çox. Olanlar oldu. Maşın yalnız çox qəşəng oldu ha. Bax, əvvəlki mavi rəngindən bu məncə sərf eləyir. İndi doğru gedirik off-road bölgəsinə. Biraz ondan off-road eləyək. Ya da off-road da yox. Bu, yeni gələn şəhərdə eləyək bu. Gəlin yeni gələn şəhərə gedirik. Orada bunun off-roadinə baxaq bir dənə. Yaxın zamanda bütün maşınları toplayıb off-roaddəkiləri hamısını toplayacağım. Yeni şəhərdə off-road eləyəcək. O da elə yaxındır. Çox hələ o qədər də maşınımız yoxdur, olsun. Baxacaq hamısına. Yeni gələn şəhərdə də bu yeni gələn off-road maşını var ya. Deyə habi. Haba nə olursa olsun çəkirəcəm əlimə. Trofi gözdə. Haba ambisiyon olan MX-5. Haba məhkəmə eləyin. 150 min kredit kasıb Allah bir günü. O BMW-nin kasası. Mafya maşını həm. O birisini də alacağım və bunlar ikisini də bir də qarşılaşdıracağım nətər olsa. O da mənim ağlıma girdi. Girdisə mən eləyəcəm. Nə tərəfdə eləyək? Əcəb tərəfdə eləyək. Bu tərəfin off-road'i mən sevsəm də eləyəcəm yəni. O tərəfdən başlayaq be. Əcəb tərəfdən belə başlayaq. Yaxşı da burada. Arada maşının benzini də vuracağım. Çünki maşın da benzini tam yoxdur. Sağ olsun ha. Bax görsən nə işin gəliyir o. Dediyim kimi hər maşından eləyəcəm. Amma off-road'da olanlarla. Bu dağı da keçsək yaxşı. Da burada turasıydım neredeyse dayan. Ben bir dənə kamera ilə baxım çünki hələ ilk dəfədir ki off-road eləyirik. Bax bu tərəfdə də turası yox. Ta ki off-road hələ də davam eləyir. İndi beləsinə gəlir o.
Ayda çıxamayacağım indi mən. İndi oldu. Oldu. Buradaca bitiyor. Ya bizim aradan yana burası da var ya buna. Neyse buradaca yaxşı mən bir dənə benzini vurmadım. Bir de benzin buradadır. Hazır gəlmişsin. Orada bir dənə əşya arama misası var. Bir dənə o ya da onun yaxında eləyəcək. Onu da yaxında eləyəcək. Narahat olmayın. Yəni, o da var elə şurunda. O da var. Çat burasını. Qoy tax bura və başla. Hacı indi çıxaq buradan. Bugünkü ama yaxşı şəkildə dönüş təsiri işinə bir hesablaşdım ki, onu narahat olmayayım. Play Market'ə də şikayətini bildirdim yəni. Ona Play Market'ə də yazdım. Yazmışım bu təsiri işini biraz düzəldin bax. Eğer düzelmezse tahsiliye bir müddetçe ara vereceğim yani. Harım da aracımı ver. Çünkü bir tane tahsilik eleyemedim. Bu arada ben aradan çıkıram yani. Bir yeni eve doğru geldik. Abi hava almayı çok istəyərdim hemen. Vadem yani ben bu evi almayı çok istəyərdim. Narahat olmayın, en kısa zamanda haberi de net olsun elime keçireceğim. Bu ev gerçek pul da olmasıydı ama olmasıydı ben bu evine şəkər gözüme alırdım. Ama işte yani. Artık buradan uzaklaşın. En kısa zamanda bir ev elime keçecek. Her şey ya buradan çıxar. O evi eğer almamı istəyirsə, kanala abone olun, like da atın ki, o ev bir gün gəlsin. İndi doğru çıxaq buradan. İndi bura doğru gəldik, buradaca bitirək da.
Bəli dostlar, bugünkü videonun sonuna gəldik. Görmüş kimi off-road maşınımız oldu. Sarı renk, bayağı ardından da bu oldu. Davam ediyor kar simülatörçüyə. Yəni bu tür hissələri dinləyəcək. Sonraki videoda görüşmək